Bahadır gəlib. Hə. Mənə nə deməmsin? Deyəcəkdim. Fana vurub. Bilirəm. Gözü sen enişte. Bu komşumu görüp verememsin. Çekil yürü. Sen bebeğiz. İçəridəkilərə de, qapını açsınlar. Amma şübhələndirmə ha. Yaxşı? Qalib aç qapını, təcilidir. Bu neydi ha? Çək onu o tarafa. Sizin boynunuzu yere sokumam. Mənlə cinayətkar kimi rəftar eləyənmərsən. Zəhər düzəldən yerdə tutmuşam səni. Burada məhkəmə yox, bir şey yox. Nə təqsirsizlik prezumsiyası. Nə eləməliyəm, başını sığallamalıyam? Siz çoxsuz, biz az. Bu boyda həngamənin içində 5 nəfər qalmışıq. Bilmirik hara qaçaq, hansınızla məşğul olaq. Nə zəhər boynuma qoyursan? Həyasızlıq eləməyə burada ayıbdır. Onsuz da əsəblərim tarıma çəkilib. Məni nəyəsə vadar eləmə. Onsuz da mənə heç nə sübut eləyənmərsən. 48 saatdan artıq saxlamağa uyğun yoxdur. Mən hüquqlarımı bilən vətəndaşım. Sən Allah. Hə. O çöldə elədim. Burada qaydalar başqadır. Basacağım içəri, danışana qədər də saxlayacağım. Hə, buyur, başlayaq. Nə düzəldirdin Qalib? Yormayın məni, yormayın, Pənah, yormayın. Onsuz da iş metodunu dəyişmişəm. Sınaqdan çıxartmağa adam axtarana. Nəysə. Doğrudan canın o qədər lazımsızdı, soruşmaq yadımdan çıxdı. Səni kim vurub? Bur adamı döy. Necə yəni? Çöldə gəlib. Çöldən gəlib? Başa düşmədim, çöldən bura adam gəlir. Adını bilmirsən? Bahadır. Bahadır. На Чернобыльской атомной электростанции произошла авария. СССР больше нет. Dayı.
Necəyəm? Əməliyyat zad eləməyiblər. Yox. Əməliyyat eləməyiblər, narahat olma. Uşaqlar haradadır? Əsəd ambardadır. Kərim də axşam gəlmişdi, çıxdı getdi. Musbadır. Bahadırı gizlətdim axşam. Amma gizlənəndə mənə bir-iki dənə maraqlı söhbət danışdı. Nə? Deyir, bu Pənah məsələsində Pənah Bahadırdan Zakiri soruşub. Deyib ki, nəsə parol ver mənə, Zakirin adamısa, nə tərbiyyədə Allah. Bu öz mallarını, faxrın mallarını qatırmış Çerez Zakir. Göndərilmiş şəhərə. Yəni özünü yandırıb, mən elə başa düşdüm mən aslında. Əgər elədirsə, təhsə Pənah yox onda. Zakir özü də şəbəkədən gizlin iş görür. Bu tayda Pənah, bu tayda Zakir. Sən də risk eləyərlər. Vallahi mən bilmirəm. Eləyərlər. Tam elə şeydir ki, eləyərlər. Eləyərlər. Saat neçədir? 1:15 işləyir. Yaxşı. Gecikirik. Mən evə getmək istəyirəm. Dayı, istirahətə ehtiyacım var, qadanlarım sən. Mən burada ürəyim sıxılır. Günortanız xeyir. Gecə öz yerimdə yata bilmədim, dedim gəlin burada yatım. Necə yemək? Xəstəliyinizlə bağlı bir irəliləyiş yoxdur. İdmanı eləyirsiniz də? Harada? Bu xəstəlik ciddiyə alınacaq xəstəlikdir. Elə bilirəm ki, artıq qəbirdəyəm. İraq olsun, belə deməyin. Bilirsiniz də, bütün xəstəliklərin düşməni inamsızlıqdır. İnam gücünə hər şeyə qalib gəlmək olar, hətta ölümə də. Ona görə inamlı oluruq, bir də nə edirik, özümüzə fikir veririk. Bu qədər. O müalicə üçün deyirdizə izopdur. İzotop. Hə. Onu yaxınlarda təşkil eləyəcəm. Həkim, sən də bir xeyir olacaq ona. 100% narahat olmayın. Xəstəliyinizin bu mərhələsində dövlətin göndərdiyi izotopların təsiri azdır. Amma o izotopların effekti 100% olacaq. Bilməm, bədbəxtin başında çatlamalıydı. Radiasiya yayıldı. Sonra bu xəstəlik çıxdı. Ən çox da gəldi məni burada. Evə gedə bilərəm. Birazdan özüm qəbzisi yoxlayacağım. Onu uyğun göndərəcəm evə, lazım olsa. Dayı evə geçəmədi sənə yara. Kərimlə Əsəd məndən qalırlar da. Sənə görə deyirəm, mənim heç fərqi yoxdur. Dayı, sənin qayğıya indi ehtiyacım var. Çörək istəmirəm, su istəmirəm. Deyirəm, yanında qalacam da. Kərim yaxşı deyil, Kərim qala bilər. Bir gecə qalacaq, avara şeydir. 5 gecə qalmayacaq. Mən deyirəm, yanındayım da. Heç nə. Özüm bilən məsləhət. Kim də həkimlə danışım gələm. Təqribi yaş. 30-38 arası olardı. Baş quruluşunu de. Ne diyeyim valla başladı. Biz də bilirik də başda balqabaq deyil. Yəni nə formadadır? Yəni uzundur, enlidir, yumrudur, nətərdir? O kadar da uzun değildi. Böyle de. Ovaldır yəni. Ya çenesi uzun değil de. Seyrede sakalı var. Seç də, seç baxaq. Danış da Pənah, olmadı ki, sənin üçün çalışırıq ya burada. Ne diyeyim? Göz quruluşunu de. Kara kaş, kara gözler vardı ama derinine dövdü. Sonra dodaqlar. Dodakları kalın neydi? Yoksa yok. Öyle seninki kimi. Saçları. Saçları karıydı ama aralarında ak tük de vardı.
Sən də elə bil imla yazırsan, şəkil çəkirsən də. Temboli. Michelangelo Adəmin yaradış əsərini 4 ilə çəkib. Məsəl üçün. Sən bizə burada Bahadırı 4 dəqiqəyə yarat, bəsimizdir. Hə, Pənah, boyu. Məndən uzun idi. Mənim boyu vardasa 172 olar da. Yerə girsin. Bəsbəsdir də. Yaxşı da, dəymə düşər olub sənə. Onun boyu 183, 185 olardı. Elə bir oxşayır. Elə bil olmasın, oxşuyur ya yox. Gördüyüm qədər dedim. Düz çəkmisən, hə? Nə deyib onu çəkmişəm. Yəni, biraz vaxt olsaydı yaxşı çəkərdim. Yaxşı. Bunu bildik. Keçək indi əsas məsələyə. Sənin bu gədə ilə nə haqq hesabın var? Vallahi heç mi? Yenə qarnını oxalayım, köpünü çıxardın. Oo. Ziyarətçilərin çoxdur, Pənah. Növbə saxlamaq lazımdır. İlyas, biz özümüz axtararıq. Mən də axtarım da, olmaz. Bu daxili məsələdir. Daxili, yəni nə daxili? Ailə daxili. Bunu vuran ailə üzvündür. Yox, yəni demək istəyirəm... Yəni mənim üçün bu məsələ zona daxili məsələdir. Bu Roja bilirsən nə deyir mənə? Deyir ki, bu kimdirsə, sənin də o qəmbər tayının da poxpusuru haqqında çox şey bilir. Ailə daxili məsələ olub mənim üçün. Amma ailə daxili məsələnizə də çıxmışam. Qardaşının qarajını dağıtdım. Nə qaraj? Bilirsən nə qaraj. Darıxma, buradan çıxan kimi birbaşa gələcək içəri. Zöhra, bizimkilərdən bir nəfər qoy bura. Sən də özünkiləri yığışdır burada. Gedək Zöhra, gedək. Qoy qardaşlar ailə daxili məsələlərini həll etsinlər. Sən bunların görüşünü çəkmək istəyirsən, hə? Gəl görək. Söyle. Söyle. Budur geldi Abdülhey. Öz həmişəki paradını kostyumunda prosta ki Abdülhey yuxarıdan bir balaca yeyiblər elə. Əsas oldu ki, aşağıdan yeməyiblər. Ən yaxşı mənim tərbiyəmi pozma. Kərim, sənə deyildi ki, buralar üzümüzlükdür. Mənə çox adam çox şey deyir. Süleyman qardaşım mənə borcu var idi, almağa gəlmişəm. Süleyman qardaşı ölüb, başını qoyub, rəhmətli olub. Necə deyək qanası? Mənə dəxli yoxdur. Süleymanın qardaşımın borcunu Süleymana perevod eləmişəm. Sonra Kərim, belə danışır. necə danışım? Mən bu Süleymanı sıxıb, o dolyanı ondan çıxarda bilərəm. Es problem. Bilirəm pulundan niyə düşmüsən. Amma səndən bir istəyim var. Bahadır hardadır? Məndən var da, hardadır? Bilirsən yadınız. Hə, vallahi bilmirəm səndən. Amma bilərəm. Bilsən, heç kəsə demə. Təhcə mənə demə. Yaxşı ürək. Mən sənin yoxluğu başa düşdüyəm. Prosta bu. Sən o yanmayan söhbətdir. Sənə danışsan, belə söhbətlərdə kəlmə-kəlmədir. Dolyanı buradan başqa cür çıxartmağa variantım var. Axanlardan icazəsiz nə sən, nə də mən öz başına hərəkət eləyəsi deyilik. Yox, əgər variantın varsa, elə. Yoxdursa, Bahadırın yerində dolyanı hazırdır. Farukhan? Farukhan. Süleymanı qoru. Narahat olun. Sürübilən say ver. Pənah. Ayça.
Nə məsələdir? Məni vuran o gedəni soruşurlar. Onu demirəm. Və nə edirsən başına dönər. Qaraj məsələsi. Qeyrət edir, qaraj zat nədir? Bəs o yanan qaraj kimindir? Nə biləm. Yəqin kimsə gizlin iş görür də. İlyas deyir, axı səni aparıb içəri basacaq. Öz başınadır. Bizim nəsildə kimisə içəri qoymaq onun başı üçündür. Ha fəqət. Yox, onun başı üçündür. Yox, günahsızdırsa yox. Oysa o. Mənim arxamca heç kim iş görə bilməz. Doğmam olsa belə bağışlamaram. Mən sənə bələd deyiləmmi? Eləyərəm heç elə şey. Sən demirəm. Ümumən. Ne oldu? Kizleri geriye ölürüm de şişesteyim ki. Ay. Kerim. Oradan şeyler ver. Convert kağıt. Nəsə lazımdır həmən? Yok sağ ol. Sen can sağ ol. Azat, sen git ambara boş koyma oranı. Yaxşı, oldu. Her şeye göre sağ ol. Sağ ol. Həsən. Bu hadır orada bilmirsən. Neyinin lazımdayız, maralım. Təbrik edirəm. Ambar. İndi yadıma düşdü təbrik eləmək. Qaqam nağıdır. Kerim gel buraya. Ah, lavabo konverter. Onu tez sattır şehre. Ver şefiye. Eminə deyəcəm, həm nə deyəcəm? Denen sabah verilene kadar gözlesin orada. Baş. Şehirde. Oldu. Git. Alo. Qəmbər vaxtıdır, iş gedirmi? İlyas Pənahın yanına gəlmişdi. O cəza ilə bağlı heç nə demədim. Amma 3 saat vaxtın qalıb. Ha Zora. Bəli. Bu şəkildən bir xeyli çıxartdır, divarı arazada vurun. Nə oldu? Qapını bağla. Baş üstə. Alo, Cənab General Rüstəmoğlu. Oldu. Salam Cənab General. Sağ olun, yaxşı olasınız. Deməli, belə bir məsələ var. Bugün narkotik yuvası aşkarlayıb əməliyyat keçirdik. Düzdür, dəlillərin çoxu məhv edildi, amma tutulan adamlardan ifadələri almışam. Video yazını şəhərə göndərdim.
Bəli. Bir də bir məlumat almışam ki, şəhərdən bura bir nəfər keçib. Bəli. Gizli yolla. Təəssüf ki, mən də bilmirəm. Məncə də, əlbəttə, məncə də posta nəzarət gücləndirilməlidir. Əlbəttə, mən araşdırıb bu adamı mütləq tapacam. Bir ehtimal da var ki, burada hazırlanan narkotik vasitələrin şəhərə keçirilməsini təmin edir. Bəli, bəli, məncə də bu iki məsələ bir-biri ilə əlaqəlidir. Əlbəttə. Oldu. Mütləq, mütləq. Sağ olun. Bir saat qaldı. Plan nədir? Gədənin kəlləsini verməsi İlyasa deyəcəm. Ver. Əsəd yuvarlayın. Əmi. Alo. Alo. Akşam xeyir Fəxri. Gələn mara, mən də gəlirəm ora. Hə, mama. Yaxşıyam, sən necəsən? Nə banka? Mürəbbə? Yaxşı. Bir də yarpaq da olmasa da qoy da pasolkaya. Mənəm. Böyle gizlin niye gelirsen sən? Bu iki Allah üçüncüdən saxlasın. Deşmişdim öyle. Hələ zona dayıqda hər saniyənin bir hökmü var, gizlin gəlmək lazım. Acımısan yəqin, ye. Az insan nədir, ölürəm.
Mənim vəziyyətim nə yerdə? Bilmirəm. Bir sutka tamamlandı. Belki de tamamlanmak üzredir. Necə olacaq bəs? Adeten plan B olmalıdır. Beri baxıram bizde hiç o da yoktu. Tak что ölürsen. Canın sağ olsun. Bunda xətiyyə bu məni qaytar şəhərə. Tələsmədən, səbr elə. Görək nə olur. Doymadım İhsanur. Bunun 3 dənə olaydın da. Bəsin ölüm qabağı çox yeməzlər. Özüm satırdım. Kimler? Sen? Pənah ana. Etraflı danış. 4 aydır bu iş gelirdi. Pənah'a dedim ki gel bir yerde işleyek. Başka kanaldan müşteri de tapmıştım. Özüm aparacıydım bu işi. Görürsən, ha? Kardeşin Pənah nə oyunlardan çıxırmış. Burada Pənah, çöldə Zakir. Yat dur o Bahadır'a dua elə. Bu işin üstü açılmasaydı, yukarıdakiler senden benden şüphelenirdi. Başa düşürsən də. Başa düşürəm. Ya başa düşmürəm, başa düşürəm. Bahadır'la olan söhbət bağlandı. Get, məsələni kardeşim Pənahla həll elə. Sən də başa düşürsən də, İlyas bilməməlidir şəhərdən bağa keçanlar. İlyas Bahadır'ı tapıb danışdırsa, biləcək ki, səninlikdir. Mən İlyasa heç nə deməmişəm. Aramızda söz ol, bax. Mən səni çətin vəziyyətdə qoyaram mı? Yox. Amma sən məni çətin vəziyyətdə qoyursan. Tranzit pulunu artırmaqla. Mən düşmənçilik eləmək istəmirəm. Əsas odur işimiz geçsin. Bahadır meselesi bağlandı. Geciktin Kerim. Pul tap Süleyman'la da işin olmaz. Baxı, al. Kardeşindən ötər darxanda taxıb baxarsan. Baxaq. Niye ölmürsən? Bu nedir? Bu tüneli döndərmirsən Karvansaraya. Kimin malı gedir, kimin malı gəlir? Hardan gəlir, niyə gəlir? Mən nə bilmək, bu Pənah qardaşın mallarının arasına öz mallarını soxub şəhərə ötürür, hardan bilim? Ne bileyim. Ne hırıldayırsan? Senin benim için yegane değerin odur ki bircə nəvəmin atasısan. Vəssalam. Ayrı değerin yoktur. Götür. Bu zirzibirini çık bari. Nereye? Rəşadla bizim uşağımız yoxdur deyə biz dəyərsiz idi. Evlənərdin. Çoktan evlənməliydin. Gör neçə yaşın var. Rəşad kimi evlənib boşanmaqdansa elə belə yaxşıdır valla. Sen de boşanma. Fikir eləmə. Sen özün məndən ötəri çox dəyərlisən. Gedək.
Haydi. Üzülü say, yubandım. Başla. Düz yarım saat səni gözlədim. 25 dəqiqə. İndiki zamanədə hansı qadın kişini bu qədər gözləyir? Səndən başqa heç bir qadın məni bu qədər gözləməzdi. Amma məndən başqa da heç bir kişi belə qələt eləməzdi. Qaydaq? Ara, yo. Afisantlardan ayıbdır. Deyəcəklər ki, gözlədiyi adam gəlmədi. Sonra da gözlədiyi adamdan geri qayıtdı, utanıram. Fikirlisən? Hə, fikirləşirəm. Nəyi? Desəm əsəbləşəcəksən. De. Öz-özümə fikirləşirəm ki, keçmiş münasibətə qayıtmaq nə dərəcədə doğrudur. Hoppa, başladıq. Hı? Bax, görürsən, bir söz demirsən, nəsə de də, fikri de. Yaxşı. Bilirsən əzim, biri var kesmiş münasibət, bir də var bitmiş münasibət. Əgər bizimki kesmiş münasibət deyilsə, onun... Yolaş filosof, elə bir qarışdırdın, ha? Hə, deməli, əgər bizimki bitmiş münasibət deyilsə... Ay, sağ ol. Görürsən, filosofun özünə də düzəliş eləyirəm. Hələ o filosofun müdrikliyi. Özünü yenə mərkəzə qoydun. Qoymayım. Nə bilim. Kişi mərkəzdə olar da. Nə bilim. Amma sən yeganə qadınsan ki, mən sənə təkrar münasibət təklif elədim. Nədir? Çünki o biri qadınları şəhərdə qoyub gəlmirsən, əlin çatmır. Yox əzim, mənim əlim hər yana çatır. Yaxşı. Vallahi. Sən Allah. Sən canım. Yaxşı da, sən otasan nə qədər durub söhbət eləyəcək. Gəl keçək maşında söhbət eləyək. Ya da ki, aparım evə şöyle. Gəl, otur. Yolda danışarıq. Ha ne oldu ne bes? Hı? Sana gene oryantal oynamak istiyorum. Babam. Ne gülürsən? Yazık çok nefisteydi. Neyini mən ana olmaq istəyirəm də. Tumsuz faxı qoyub mənə uşağa əsrət. Sən də gülürsən. Nəyə gülürsən? Hem var idi da uşaq yazığa burtuqatını çıxartdı. Kiye gelmişken ambara müdürü oldu bak. Ay Allah. Və nəhayda bu nəhayda. Tipik kişi beyni. İş, yemek, seks. İş, yemek, seks. Ada, bizim halımız nə olacaq? Ama öyle fikirleşmemişim bilmiyorum. Sən nə fikirləşirsən ki, bunu da fikirləşəsən? Gel buraya göster. Gözlə, yandıranı ver mənə. Mənim ağlımda çox gözəl bir variant var.
Qaçırıq. Tutalım ki, qaçdıq. Sənin məni şəhərdə kimdir qoyan qalaq? Hə? Tutub basıb gətirəcəklər burada. O polisin tutduğu tustaqlar var, adədələr. Onlar elə bizən şəhərdədir. Hamısı burada köhnə zapravkanın altında, ambar, hamısını orada saxlayırlar. Biz də basıb qabaqlarına gətirəcəklər bura. Əşi, onu soruşub bir şey fikirləşərik də. Nə bilirsən, bəlkə gələcəkdə uşağımız da oldu. Hı? Yox. Basmağın başına bax. Mənim variantım budur, sənin variantın nədir? De, onu eləyək. Hə? Heç belə burada deyilsən, Bu qədər maraqsızam sənə, Əsəd. Nə o? Niyə ki? Görürəm də. Görürəm axı. Bu aktyor Nazimə necə oxşayır. Ay Allah. Bir sənin oğlan idi. Belə əsl evlənəcək adam idi, sən öl. Nereye giderdin de? Almadı da mənə uğraş. Getdi, qohumdan qız aldı. Mən də faxıydım. Yani sevmiyor. Sevse alardı. Heç vecivə deyirəm, hə? Heç. Və sən Nazimdən deyib mənim ilə vurmaq istəyirdin, ha? Məni niyə əsəbləşdirsən ki? Var da əsəbləşdirəcəyin adam, gör onun elbətdə. Kimdir o? Dayımız. Faxı dayı. Əməlli başda qataqlayırsan. Heç nə. Əsəbləşməyi zarafat edirəm. Yox, əsəbləş. Valla. Mən bilirəm, qadın əgər kişini əsəbləşdirirsə, deməli ona maraqlıdır. Canımsı. İndi bu maraqlı olan qaqa var ha. Gör sabir çay dəmləsin. Sən də bax. Gəl. Gör qaqan nə varacaq. Yaman da əsəbləşdin axı. Emrah, sən canım biraz o Nazimlə danış görüm, nətər tanış olubsuz. Həyatımın ən çətin anda qabağıma çıxmışdı. Birincidən boşanmışdım. O quşbala rəfiqənə qoşulduğun vaxt var. Hə, Əsəd. O vaxtlar. Mən bilirəm sən nəyi nəzərdə tutursan. Nəyi nəzərdə tutursan? Sevdaya qoşulub nə elədiklərimi yadıma salırsan. Amma Nazim məni hər halımla qəbul eləmişdi. Sevgi ilə baxdığım yeganə kişi olub. Amma səni alıb özünə arvad eləmədi. Ha? Düz demirəm, ha? Elmira? Ha, Padlet, çıx çölə. Kimsən? Çıx görəcəksən. Sən ölü lütəm özün gəl.